Salamlar. Bugün sizlere 8. sinif ümumi tarixdən İngiltərə mövzusunun izahını təqdim edəcəyəm. İzaha keçməmişdən əvvəl onu qeyd edim ki, əgər izah videoları sizin üçün faydalıdırsa, istəsəniz kanalımıza abunə ola bilərsiniz. İndi isə gəlin başlayaq dərsin izahına. Mövzumuz nədir? İngiltərə mövzusudur. Digər Avropa ölkələrindən fərqli olaraq İngiltərənin ictimai-siyasi həyatında parlament üstün idi. Parlamentin mütləqiyyəti möhkəmlənməsinə imkan vermədi. Parlament karar qarşıdurması rəsmində İngiltərə parlamenti monarxiya çevrildi. Yəni demək istəyir ki, 1265-ci ildən parlament mövcud idi və parlament nə idi? Mütləqiyyətin mövcud olması, yəni mütləqiyyətin möhkəmlənməsinə belə deyək, möhkəmlənməsinə imkan vermədi. Daha sonra isə parlamentlərin karar qarşıdurması nəticəsində nəyə çevrildi? Parlamentin monarxiya çevrildi. Digər hissəyə baxırıq. Sosial-iqtisadi vəziyyət. Deməli, sosial-iqtisadi vəziyyət 17-ci yüzilliyin birinci yarısında aqrar ölkə olan İngiltərənin iqtisadi inkişafı sürətlənmişdi. Deməli, 17-ci əsrin birinci yüzilliyində deməli, aqrar ölkə idi İngiltərə, yəni kənd təsərrüfatı üstünlük təşkil edirdi və İngiltərə iqtisadi inkişafı sürətlənmişdi. Kapitalist münasibətlərin inkişafı feodalizm böhranını dərinləşdirdi. Demək nə? Feodalizm böhranını dərinləşdirdi, kapitalizmin inkişafı. Bu da nə vaxt olur? 17-ci yüzilliyin birinci yarısında. Əmtə pul münasibətlərinin inkişafı nəticəsində, yəni burada da əmtə pul satış üçün nəzərdə tutulan məhsul, yəni nəzərdə tutulur əmtə pul münasibətlərinin inkişafı nəticəsində kəndlərdə təbəqələşmə prosesi sürətləndi. Nə etdi? Kəndlərdə təbəqələşmə sürətləndi. Kənd burjuaziyasının muzlu işçilərin yaranmasına səbəb oldu. Demək, əmtə pul münasibətləri, kapitalizm münasibətin inkişafı nəyə səbəb oldu? Kəndlər arasında təbəqələşmənin prosesin sürətlənməsinə, yəni varlı kasıb belə deyək. Sonra kənd burjuaziyasının, yəni burjuaziya bu nə idi? Yuxarı təbəqədir. Burjuaziya və muzlu işçilərin yaranmasına nə idi? Səbəb oldu. Nə səbəb oldu? Əmtə pul münasibətlərinin inkişafı bu proseslərə səbəb oldu. Bunu da yadımızda saxlamış olduq. İngiltərənin coğrafi mövqeyi, beynəlxalq ticarət yollarının üzərində yerləşməsi ölkədə iqtisadi inkişafa şərait yaratmışdı. Demək, coğrafi mövqeyi, yəni adada yerləşməsi, İngiltərənin beynəlxalq ticarət yolları üzərində yerləşməsi deməli, iqtisadi inkişafa şərait yaratmışdı. Ada mövqeyi həm də ölkənin təhlükəsizliyinin təmin edilməsinə şərait yaradırdı. Yəni, adada yerləşməsi nə idi? Bunu xarici hücumlardan, xarici müdaxilələrdən bir növ qoruyurdu adada yerləşməsi. Son yüzildə İngiltərə ərazisində müharibələr aparmamış, əksinə İngiltərə Avropada aparılan müharibələrdən varlanmışdı. Deməli, 100 ildə nə olur? İngiltərə öz ərazisində müharibələr aparmır, əksinə Avropada baş verən müharibələrdən nə edir? Varlanır. Yəni, Avropada baş verən müharibələrdə o öz ərzaq məhsullarını, digər məhsulları satır və bunun nəticəsində nə edir? İngiltərə varlanır. İngiltərə şəhər həyatı Fransa və İspaniyaya nisbətən daha azad idi. Demək, İngiltərədə şəhər həyatı nə idi? Fransaya və İspaniyaya nisbətən nə idi? Daha azad idi. Yəni, mühafizəkarlıq yox idi. Yəni, mühafizəkarlıq belə deyək, az idi. Fransa və İspaniyaya nəzərən. Sexlər şəhərlərdə sənaye inkişafına mane olsa da, kəndlərdə sex məhdudiyyəti yox idi. Bu sexlər də deməli sənətkar qruplar idi ki, bunlar sexlər adlanırdı ki, sexlərdə yəni birləşirdilər ki, məsələn, bu Azərbaycanda da belə sənətkar birləşmə qrupları məsələn var idi ki, əxilər idi. Sonra yəni bu qruplar Azərbaycanda da mövcud olmuşdu. Əsnaflar, əxilər Azərbaycanda və Avropada da bunlar necə adlanırdı? Sexlər adlanırdı. Sexlər şəhərdə sənaye inkişafına mane olsa da, kəndlərdə sex məhdudiyyəti yox idi. Deməli, kəndlərdə nə yox idi? Sex məhdudiyyəti yox idi. Zərərçəkənlərin bir qismi ticarətlə məşğul olur, sənaye müəssisələri yaradır, gəmçiliyin inkişafına kapital qoyulur. Demək, zərərçəkənlərin bir qismi nə edir? Ticarətlə məşğul olur, sənaye müəssisələrini yaradır, gəmçiliyin inkişafına kapital qoyurdular. Bu zərərçəkənlər də kim idi? Qeyd etdik ki, yəni bu yeni zərərçəkənlər burada da yazılıb. 17-ci yüzilin birinci yarısında İngiltərədə sosial quruluşun mühüm xüsusiyyətlərindən biri idi. Yəni yaranmışdı, meydana çıxmışdı, möhkəmlənmişdi və bu zərərçəkənlər nə idi? Muzlu işlədirdilər. Belə deyək, kapitalizm dövründə kapitalizmin ilkin
yaranması dövründə yeni zadəganlar nədir? İngiltərədə yaranır. Həmçinin burjuaziya da İngiltərədə mövcuddur ki, burjuaziya da bu şəhər varlılar deməkdir. Belə deyək də, yəni onlar məsələn feodaldan fərqli olaraq feodalın torpağı olurdu. Orada kəndli həmin torpağı becərirdi, feodalın torpağını. Burjuaziyanın isə torpağı olmurdu. Yəni özünün nəyi belə deyək, şəhərdə varlanmışdı. Belə ticarətlə məşğul olub varlanmış şəxslərə, məsələn zadəganlara və yaxud da burjuaziya. Belə burjuaziya deyilir ki, bu şəhərdə olan varlılar idi. Daha sonra keçək digər hissənin izahına. Deməli, məsələn, daha sonra bu hissəyə baxaq. Burada da yeni zadəganlar nə deməkdir? Yeni zadəgan muzlu əmək tətbiq etmək təsərrüfatı kapitalcasına təşkil edən təbəqədir. Yeni zadəgan nədir? Muzlu əməkdən tətbiq edir. Yəni muzlu əmək nədir? Yəni günəmuzlu, məsələn, günəmuzlu işçi tətbiq edir öz müəssisəsində və təşkil edən təsərrüfatı kapital hissəsinə təşkil edən təbəqəyə adlanırdı. Nə adlanırdı? Yeni zadəgan adlanırdı. Bunu da yadımızda saxladıq. Şəhərlərin artması və kapitalist münasibətlərin inkişafı daxili ticarətin genişlənməsinə şərait yaradırdı. Demək, şəhərlərin artması, kapitalist münasibətlərinin inkişafı daxili ticarətin genişlənməsinə şərait yaradırdı. Nəyə yaradırdı? Şəhərlərin artması və kapitalist münasibətlərin inkişafı nəyə səbəb olurdu? Daxili ticarətin genişlənməsinə səbəb olurdu. İngiltərə burjuaziyası müstəmləkələr ələ keçirmək istəyirdi və güclü donanma yaradılmasında maraqlı idi. Mahut və yun istehsalının artması, Hindistanın pambığın gətirilməsi İngiltərə tacirlərinin sərvətini artırmışdı. Demək, mahut və yun istehsalının artması, Hindistandan pambığın gətirilməsi İngiltərə tacirlərinin sərvətini artırmışdı. Mahut ixracı yun olan tələbatı artırır. Bu isə qoyunçuluğun inkişafına təkan verirdi. Mahut nədir? Üst tərəfə keçə kimi basıq yun və yarım yun parçadır. Mahut nədir? Yun və yarım yun parça idi, üst tərəfi keçə kimi olan. Burada nədən alınırdı? Qoyunçuluq, yəni qoyunun belə deyək, yunundan alınırdı. Bu mahutu zadəganlar kəndli torpaqlarına çəpərləmələri, kənd icmasına daxil olan torpaqların zorla rəğbi yolu ilə ələ keçirib ortalıqlara çevirirdilər. Demək, zadəganlar nə edirdi? Kəndli torpaqlarına çəpərləyirdilər, onu zorla ələ keçirdilər və otlaqlara çevirirdilər. Bu nəyə görə çevrilir? Çünki qoyunçuluğa görə. Qoyunçuluğun inkişafı üçün bu otlaqlar lazım idi və bu qoyunçuluqda dedik nəyə səbəb olurdu? Mahudun istehsalına, yun istehsalının artmasına təkan verdiyinə görə zadəganlar nəyə fikir verirdi? Bu yeni torpaq sahəsi çəpərləmələrə, məsələn, kəndlilərin torpaqlarını çəpərləyirdi, əllərindən alırdı. Bu nəyə çevirirdi? Qoyunlar üçün otlaq sahəsinə çevirirdi. Bu çəpərləmələr də kəndlilərin torpaqlarını itirməsinə səbəb olurdu və bu çəpərləmələr nəyə səbəb olurdu? Kapitalizmin inkişafına səbəb olurdu. Feodalizmə bir zərbə vururdu bu çəpərləmələr. Torpaqlar tədricən yeni zadəganlar və manufaktura sahiblərinin əlinə cəmlənirdi. Bu çəpərləmələr nəticəsində nə olurdu? Torpaqlar tədricən yeni zadəganların və manufaktura sahiblərinin əlində cəmlənirdi. Manufaktura da bu kapitalizmə keçid dövründə kiçik müəssisələr, belə deyək, zavoddan fərqlidir. Bu manufaktura daha əl əməyinə daha çox əsaslanırdı. Zavoddan fərqli olaraq kiçik müəssisələr nə idi? Manufaktura adlanırdı ki, bu daha kimə gedir? Manufaktura sahiblərinin əlinə cəmlənildi. Kapital yığımı və çəpərləmələr kapitalizmin inkişafına kömək edirdi. Federal mütləqiyyət qaydaları isə buna mane olurdu. Burjuaziya ilə yeni zadəganların ittifaqı inqilab ərəfəsində ölkədə sosial həyatın səciyyəvi cəhətlərindən. Demək, burjuaziya bu şəhərli varlılarla bu yeni zadəganlar bildik kənd təsərrüfatında muzlu əmək tətbiq edən, belə deyək, bir növ kiçik varlı təbəqələr idi ki, bunların ittifaqı inqilab ərəfəsində ölkənin sosial həyatının səciyyəvi cəhətlərindən biri idi. Bunu da yadımızda saxlamış olduq. Keçək digər hissənin izahına. Deməli, bu hissənin izahı siyasi vəziyyət. Bayaqki sosial-iqtisadi vəziyyət idi, indi isə siyasi vəziyyətinə baxırıq. İngiltərənin, deməli, kapitalizmin inkişaf etməsi İngiltərədə əhalinin feodal mütləqiyyət qaydalarının tərəfdarına və əleyhdarına bölünməsinə səbəb oldu. Demək, kapitalizmin inkişafı nəyə səbəb oldu? Ölkədə həm feodal mütləqiyyətin əleyhinə olanlar meydana çıxmasına, bunlar bayaqlarda dedik, yeni zadəganlar, burjuaziya idi, bu feodalizmin əleyhinə çıxanlar idi. Bir də feodal mütləqiyyətin
tərəfdarlarına, məsələn, Anglikan kilsəsidir, kralı müdafiə edənlərdir. Bunlar da nə idi? Feodal mütləqiyyət qaydalarının saxlanmasını istəyənlər idi. Kralın özü də feodal mütləqiyyət qaydalarının saxlanmasını istəyən tərəfdə idi və nəyə səbəb oldu dedik? Tərəfdarlarına və əleyhdarlarına bölünməsinə səbəb oldu. İri torpaq sahiblərinin əksəriyyəti feodal mütləqiyyət qaydalarının saxlanmasında və möhkəmlənməsində maraqlı idi. İri torpaq sahiblərinin əksəriyyəti nəyə istəyirdi? Feodal mütləqiyyət qaydalarının saxlanması. Yəni iri torpaq sahibləri bu feodallar nəzərdə tutulur ki, onlar nəyə istəyirdi? Möhkəmlənməsində, yəni feodal mütləqiyyət qaydalarının saxlanmasını tərəfdar idilər. Feodal qaydaların digər dayağı isə Anglikan kilsəsi idi. Demək, feodal qaydaların digər dayağı kim idi? Anglikan kilsəsi idi ki, bu Anglikan kilsəsi də deyirik ki, reformasiya dövründə İngiltərədə yaranmış kilsə idi və kral rəhbərlik edirdi. 17-ci yüzilliyin birinci yarısında İngiltərə siyasi cəhətdən mütləqiyyət ölkəsi idi. Demək, 17-ci yüzilliyin birinci yarısında nə idi? Mütləqiyyət, yəni kral hakimiyyəti idi, mütləqiyyət ölkəsi idi. Ancaq burada mütləqiyyət Fransa və Avstriyaya qədər güclü deyildi. Yəni Fransa Avstriyaya qədər mütləqiyyət güclü deyil. Çünki parlament mövcuddur, hələ də fəaliyyət göstərirdi, belə deyək. Və parlamentin təsirinə görə Fransa və Avstriyaya nisbətən burada mütləqiyyət o qədər də güclü deyildi. Kral tabi olan parlament sirki orqanı idi. İngiltərənin siyasi həyatına təsir edən mühüm amillərdən biri kapitalizmin inkişafı idi. Burjuaziya və yeni zədəganlar hökumətdə təkidlə onların mənafelərinin nəzərə alınmasını tələb edirdi. Kim tələb edirdi? Yeni zədəganlar və burjuaziya tələb edirdi. Burjuaziya hökumətin istehsal və ticarət sahəsində ayrı-ayrı şəxslərə inhisar hüququ satmasından narazı idi. Bu inhisar hüququ deməkdir ki, hər hansı belə deyək ki, məhsulun istehsalı üçün nəzərdə tutulmuş belə deyək, geniş torpaq sahəsimi və yaxud da bir zavodmu, iri müəssisə deyək, zavod o dövrdə yox idi, manufaktura, amma bunun hamısının bir şəxsin əlində cəmləşməsidir. Bu inhisar hüququ bütün istehsal edən, məhsul istehsal edən belə deyək, manufakturaların və sairinin bir şəxsin əlində cəmləşdirilməsi idi. Burada da qeyd edim, inhisar hər hansı xidmətin, məhsul istehsal və satışı nəzarətin bir şəxsin, şirkətin və ya şirkətlər qrupuna verilməsi. Yəni bütün məhsul istehsal edən, belə deyək, müəssisələr deyək və s. onun kimin əlində? Bir şəxsin əlində cəmləşdirilməsi idi. Bu inhisarlaşma hüququnun satılması narazı idi. Çünki inhisar hüququ sahibkarların bir qisminin böyük məbləğdə pula satılırdı. Bu daxili bazarda qiymətlərin artmasına səbəb olurdu. Daha sonra baxırıq digər isə deməli, burjuaziyanın narahat edən amillərdən biri də hökumətin sex sənətkarlığının müdafiə etməsi idi. Burada qeyd edilib bu nədir? Deməli, sexlər feodalizm cəmiyyətdə şəhərlərin iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçıların, sənətkarların peşə təşkilatlarıdır. Bayaqlarda dedik, demək, sənətkarların peşə təşkilatları necə adlanırdı? Sexlər adlanırdı ki, sənətkarlar burada birləşirdilər ki, bu birləşmə nə adlanırdı? Sexlər adlandırılırdı. Bunu da yadımızda saxlamış. Sex qaydalarının pozanlardan alınan cərimələr büdcənin gəlir mənbələrindən biri idi. Demək, bu sex sənətkarlığından bağlı, müdafiə etməsi ilə bağlı sex nizamnaməsi var idi ki, bu nizamnaməni pozanlara da nə idi? Cərimələr alınırdı. Bu cərimələrdə nə idi? Büdcə gəlir mənbələrindən biri hesab olunurdu. Hökumətin bu addımları sənaye və ticarət inkişafına mane olurdu. Bu, yəni sex sənətkarlığı ilə bağlı gördüyü tədbirlər kapitalizmə mane olurdu. Yəni sex sənətkarlığı nə idi? Bir növ kapitalizmin inkişafına mane olurdu. Məsələn, çəpərləmələr, yadımızda saxlayır, çəpərləmələr kapitalizmin inkişafına təkan verirdi. Amma sex sənətkarlığı, bu sex nizamnaməsi belə deyək, bu kapitalizmin inkişafına nə idi? Bir növ mane olurdu. Bunda yadımızda saxlanmış olduq. Keçək digər hissənin izahına. Mane olurdu. Demək, sonra mövcud vəziyyətdən narazı qalan burjuaziya və ya yeni zədəganlar deməli, iqtisadi imkanları arxalanıb, məqsədlərinə çatılmağı mümkün hesab edirlər. Demək, mövcud vəziyyətdən narazı qalan burjuaziya və yeni zədəganlar iqtisadi imkanlarına arxalanıb,
məqsədlərinə çatmağı mümkün hesab edirdilər ki, İngiltərənin iqtisadi və sosial siyasi həyatında dəyişikliklər dini sahədə puritançılığın geniş yayılması ilə müşahidə olunurdu. Puritanlar nə deməkdir? Puritanlar İngilis protestantlar idi. Yəni protestant nə idi? O etiraz edənlər idi. Avropada necə yaranmışdı? Katolik kilsəsinə etiraz edənlərə protestant adlanırdı. Bu İngiltərədən də Anglikan kilsəsinə qarşı etiraz edənlərə necə adlanırdı? Puritanlar adlanırdı. Demək, Anglikan kilsəsinin dəbdəbəli kilsə ayinlərini zamanı israfçılığına qarşı çıxan bidətçilər İngiltərədə puritan adlanırdı. Demək, bidətçilər necə adlanırdı? İngiltərədə puritan adlanırdı. Anglikan kilsəsinə belə deyək, qarşı çıxanlara puritanlar deyilirdi. Puritanlar Anglikan kilsəsinə qarşı çıxış edirdilər. Anglikan kilsəsinin bütün vəzifəli şəxslər kral tərəfindən təyin edildi. Kilsə dövlət tərəfindən maliyyələşdirilir və əhalidən bir don vergisi alınırdı. Demək, bu Anglikan kilsəsinin demək, vəzifəli şəxsləri kral tərəfindən təyin edildi. Kilsə dövlət tərəfindən deməli müdafiə maliyyələşdirilirdi, müdafiə olunurdu. Əhalidən bir don vergisi alınırdı. Demək, kilsə üçün yığılan vergi necə adlanırdı? Bir don vergisi adlanırdı. Bunu yadımızda saxladıq. Bir don vergisi nə üçün yığılırdı? Kilsə üçün yığılırdı. Puritanlar Anglikan kilsəsinin quruluşunu tənqid edir, bahar ibadətlərinin ləğvini tələb edirdilər. Demək, nə edirdi? Bahar ibadətlərinin ləğvini tələb edirdilər. Onlar ucuz kilsə tələb etməsi, qənaətçilik və təşəbbüskarlıq təbliğ etməsi burjuaziya və yeni zadəganə mənafeyinə uyğun idi. Demək, bu puritanların həyatdakı mübarizəsi, belə deyək, Anglikan kilsəsinə qarşı mübarizəsi yeni zadəgan və burjuaziyanın mənafeyinə uyğun idi. Bunu da yadımızda saxladıq. İqtisadi inkişaf İngiltərənin Hollandiya və İspaniya və Fransa ilə rəqabəti girməsinə gətirib çıxardı. Ölkənin uğurlu kapitalizmin inkişafından asılı idi. Lakin köhnə iqtisadi sisteminin qalması mütərəqqi təsərrüfat formalarının inkişafına ləngidirdi. Ölkənin iqtisadi və siyasi inkişafı yolunda əsas maneə mütləqiyyət idi. Demək, ölkənin bu inkişaf yolunda, kapitalizmə doğru inkişaf yolunda, iqtisadiyyatın inkişaf yolunda əsas maneə nə idi? Mütləqiyyətin, yəni belə deyək, kral hakimiyyətinin olması idi. Və bu kimlərlə rəqabət aparırdı? İnkişaf yolunda Hollandiya, İspaniya və Fransa ilə rəqabətə girməsinə gətirib çıxartdı İngiltərənin inkişafı. İqtisadi və siyasi və dini ziddiyyətlərin kəskinləşməsi cərəyan edən hadisələr 17-ci yüzün 30-cu illərin sonunda İngiltərə inqilabı şəraitinin yaranmasını göstərdi. Yəni bu iqtisadi siyasi dini ziddiyyətlərin kəskinləşməsi, bu bayaqlar sadadıqlarımız nəyə səbəb oldu? 17-ci əsrin 30-cu illərində inqilabı şəraitin yaranmasına gətirib çıxartdı. Krala qarşı parlament müxalifəti açıq şəkildə sahibkarlıq fəaliyyəti üçün azadlıq tələb edirdi. 1600-cü ildə hakimiyyətə gəlmiş Stuartlar sülaləsi isə iri torpaq sahiblərinin mənafeyini müdafiə edirdi. Demək, 1600-cü ildə hakimiyyətə gəlmiş Stuartlar sülaləsi, nə zaman hakimiyyətə gəlib Stuartlar sülaləsi? 1603-cü ildə, yadımızda saxlayırıq. Sülaləsi iri torpaq sahiblərinin mənafeyini müdafiə edirdi, yəni feodalizmi, mütləqiyyəti müdafiə edirdi. Bu Stuartlar sülaləsi və kral hakimiyyətinin möhkəmlənməsinə çalışırdı. Nə edirdi? Öz hakimiyyətlərinin Stuartlar demək, kral hakimiyyətinin möhkəmlənməsinə çalışırdı. Daha sonra Stuartlar sülaləsinin ilk nümayəndəsi 1-ci James 1625-ci ildə kral hakimiyyətdə olub. Demək, Stuartların ilk nümayəndəsi kimdir? 1-ci James. Yadımızda saxlayın. Stuartların ilk nümayəndəsi kim oldu? 1-ci James. Hakimiyyət ilində yadımızda saxlayırıq 1603-25. 1-ci James'in hakimiyyət ilinə vaxtı 1603-25. Bu hansı nümayəndədir? Stuartlar sülaləsinin İngiltərədə hakimiyyətə gəlmiş Stuartlar sülaləsinin ilk nümayəndəsi hesab edilir. Kral ilahi hüquqa malikdir. Yəni kral hakimiyyəti Allah tərəfindən yaradılır və bunun üçün də parlamentin hakimiyyəti ləğv edilməlidir. Bunu kim söylüyordu? James deyirdi ki, kral hakimiyyəti Allah tərəfindən yaradılır və bunun üçün də parlamentin hakimiyyəti ləğv edilməlidir. Daha sonra baxırıq. Deməli, keçirik digər hissə. İngiltərə kral parlamentinin icazəsi olmadan yeni vergilər təyin edə bilməzdi. Demək, İngiltərə kralı parlamentin icazəsi olmadan yeni vergi təyin edə bilməzdi.
Demək, kral parlamentin icazəsi olmadan yeni vergi təyin edilə bilməzdir. Parlamentdə müxalifətin müqaviməti ilə rastlaşan kral xəzinəni doldurmaq üçün digər yollar axtarırdı. Bunun üçün hökumət torpağa görə alınan vergiləri artırmışdı. Demək, nə edir? Bu əsas parlamentin vergi, məsələn, kral yeni vergi təyin etmək istəyirsə, parlamenti çağırmalıdır. Parlament yolundan bunu etməli idi. Parlamentdə də müxalifət çox idi və bunu etmək çətin idi. Buna görə nə edirdi? Bunun üçün hökumət torpağa görə alınan vergiləri artırmışdı. Demək, vergiləri kral xəzinəsini doldurmaqdan ötəri, kral xəzinəsi demək olar ki, müharibələr nəticəsində boşalmışdı. Bu xəzinəni doldurmaqdan ötəri torpağa görə alınan vergilər artırmışdı. Sürətlə sülaləsi xarici siyasəti sayəsində İspaniyaya qarşı mübarizədə imtina etmiş. 1-ci James Neçə diplomatiyası İngiltərənin İspaniyaya yaxınlaşmasına kömək etmişdi. Demək, 1-ci James xarici siyasətində nə edir? İspaniya ilə dostluq münasibəti saxlayır və nicat diplomatiyasından istifadə edir. Deməli, 1-ci James nicat diplomatiyası vasitəsilə İngiltərə İspaniya yaxınlaşmasına kömək etmiş olur. Ancaq İspaniya dənizdə və müstəmləkə siyasətində hələ də İngiltərənin əsas rəqibi idi. Bunlar nicat diplomatiyasından yaxınlaşır, amma yenə də hələ də İspaniyanın dənizlərdə əsas İngiltərənin dənizlərdə əsas rəqibi kim idi? İspaniya idi. Stuartlar sülaləsinin purtançılığa nifrət edirdi. Stuartlar sülaləsi demək, nəyə nifrət edirdi? Purtançılığa nifrət edirdi. Çünki purtançılıq sosial etiraz hərəkatının, eləcə də müxalifətin Anglikan kilsəsinə və mütləqiyyətə qarşı mübarizəsinin ideoloji əsasını təşkil edirdi. Demək, niyə nifrət edirdi? Bu Stuartlara purtançılıq Anglikan kilsəsinə yönəlmişdi. Həmçinin Anglikan kilsəsinə yönəlməklə yanaşı, bu da kral ideologiyasına, kralın mütləqiyyətinə qarşı idi bu purtançılıq. Buna görə də nə idi? Stuartlar sülaləsi purtançılığa nifrət edirdi. Demək, bunu da yadımızda saxladıq. Parlamentdə və ölkədə kral müxtəlif müxalifət arasında mübarizə dini formada aparırdı. Parlamentdə və ölkədə kralla müxalifət arasında mübarizə dini formada aparılırdı. Necə aparılırdı? Dini formada aparılırdı. Purtanlar təqib edildiyindən ölkəni tərk edir, Hollandiya və Amerikaya mühacir edirdi. Demək, purtanlar təqib edildiyindən hara mühacir edirdilər? Yadımızda saxlarıq. Hollandiya və Amerikaya. Purtanlar hara mühacirət edirdi? Deməli, Hollandiya və Amerikaya mühacirət edirdilər. Daha sonra parlament hökumət tərəfindən vətəndaşların şəxsiyyət azadlığının pozulmasına etiraz edir. Demək, hökumət tərəfindən vətəndaşların şəxsiyyət azadlığının deməli, pozulmasına etiraz edir. İngiltərənin Katolik və İspaniya və Fransa ilə yaxınlaşmasına qarşı idi. Demək, parlament nəyə qarşı idi? Bu hökumətin, kralın, belə deyək, vətəndaşların şəxsiyyət azadlığına pozmasına, həmçinin dedik axı İspaniya ilə nicat diplomatiyası ilə yaxınlaşır. Bu yaxınlaşmaya, həmçinin Fransa ilə yaxınlaşmaya qarşı çıxırdı. Katolik İspaniya və Fransa ilə yaxınlaşmasına qarşı çıxırdı. Parlamentdə müzakirə edilən əsas məsələ ölkənin siyasi sistemində parlamentin rolu, kral hakimiyyəti ilə parlament səlahiyyətlərinin bölüşdürülməsi məsələsi idi. Müxalifətin əsas məqsədi İngiltərənin parlamenti monarxiyaya çevirmək idi. Müxalifətin əsas məqsədi nə idi? İngiltərənin parlamenti monarxiyaya çevirmək idi. Stuartlar sülaləsi isə mütləqiyyətin möhkəmlənməsinə və parlamentin özündən asılı olmasına çalışırdı. Stuartlar da nə edirdi? Mütləqiyyəti möhkəmləndirməyə, yəni kral hakimiyyətinin möhkəmlənməsini istəyirdi. Parlament onlardan asılı olmasını, yəni müstəqil fəaliyyət göstərməsini, belə deyək, hakimiyyətin bölünməsini istəmirdi. Demək, buna görə də onlar bir neçə dəfə parlamenti buraxmışdılar. İnqilabın başlanması Şotlandiya ilə aparılan dini müharibələr İngiltərənin xəzinəsini xeyli boşaltdı. Demək, Şotlandiya ilə aparılan kimlə? Şotlandiya ilə aparılan müharibələr İngiltərənin xəzinəsini boşaltdı. Çünki müharibələr zamanı çoxlu pul lazım idi ki, həmin müharibələr uzun müddətli aparmaq mümkün olsun. Bunun üçün də nə edir? Bu xəzinənin boşalmasına gətirib çıxarır. Xəzinəni doldurmaq istəyən 1-ci Charles 1640-cı ildə vergiləri təyin etməyə icazə almaq üçün parlamenti çağırdı. Nə etdi? Vergiləri təyin etmək, yəni vergiləri artırmaq, yeni vergilər təyin etmək üçün 1640-cı ildə 1-ci Charles nə edir?
demək parlamenti çağırır. Birinci Çarlzda 1625-dən hakimiyyətə gəlmişdi. Jamesdən sonra demək hakimiyyətə gəlmişdi. Birinci Çarlz 1640-cı ildə o vergi təyin etməyə icazə almaq üçün parlamenti çağırdı, lakin istəyinə nail ola bilmədi. Bu parlament 1653-cü ilə qədər fəaliyyət göstərdiyindən uzun müddətli parlament adlanırdı. Demək nə zamana kimi fəaliyyət göstərir? 1653-cü ilə qədər. 1640-da çağırılır. Parlament niyə çağırılır? Vergilər təyin etmək üçün. Lakin buna nail ola bilmir birinci Çarlz və 1653-cü ilə qədər uzun müddətli parlament deməli fəaliyyət göstərir. Demək, krala tabe olmayan parlamentin fəaliyyətə başlaması İngiltərədə inqilabın başlanmasına əyani sübutu idi. Demək, krala tabe olmayan parlamentin fəaliyyətə başlaması İngiltərədə inqilabın başlanmasının nə oldu? Əyani sübutu olmuş oldu. Siyasi böhran ölkənin hər yerində çıxışlara təkan verdi. Ölkə əhalisi parlament və kral tərəfdarı olmaqla iki hissəyə bölündü. Demək, ölkə ərazisi nəyə bölünür? İki hissəyə bölünür. Bundan da vətəndaş müharibəsinə başlanmasına səbəb olur. Xalq parlamenti müdafiə edildi. Nə idi? Xalq parlamenti müdafiə edildi. Daha sonra burjuaziya və yeni zərdəganlar parlamentdə hələ üzv rol oynayırdı. İngiltərə əhalisi parlament qərarlarını bəyənir və müdafiə edirdi. Qeyd etdi ki, yəni xalq kimi müdafiə edirdi, parlamenti müdafiə edirdi, kralı müdafiə etmirdi. Və parlamentdə də əsas üstünlük burjuaziya və yeni zərdəganlar idi. Bu həmin burjuaziya və yeni zərdəganlar da krala qarşı olanlar idi. Demək, parlament ali qanunverici və icra hakimiyyətini əlində cəmləşdirmişdi. Nəyi cəmləşdirmişdi parlament? Bunu yadımızda saxlayaq. Ali qanunverici həm də icra hakimiyyətini əlində cəmləşdirmişdi. Parlament kralın yeni vergi təyin etməsi hüququnu qadağan etmişdi. Demək, vergi təyin etmə hüququnu qadağan etdi. Parlament qərarı ilə siyasi məhbuslar azad edilmişdi. Demək, 1640-cı ildə çağırılan parlament həm qanunverici, həm icra hakimiyyətini yerinə yetirirdi. Yadımızda saxlayırıq. Həmçinin vergilərin təyin etmə hüququnu qadağan etdi. Parlamentin qərarı siyasi məhbuslara azad edilmişdi. Nə idi? Siyasi məhbusları parlament azad edir. Yeni qanuna əsasən parlament kralın iradəsindən asılı olmayaraq 3 ildən bir çağırılmalı idi. Demək, yeni qanuna əsasən 3 ildən bir çağırılmalı idi. Nə? Kralın iradəsindən asılı olmayaraq parlament. Demək, parlament nə edir? Yeni qanun verir ki, vergilər artırıla bilməzdi. Sonra siyasi məhbuslara azadlıq verir. Həmçinin 3 ildən bir parlamentin kralın iradəsindən asılı olmayaraq 3 ildən bir çağırılması. Bunu yadımızda saxlayaraq bu 3 dənə hadisəni. 3 ildən bir çağırılma, parlamentin siyasi məhbuslara azadlıq verilməsi, həmçinin vergi təyin etmə hüququnun qadağan etməsi. Kralın vergi təyin etmə hüququnun qadağan edilməsi. Deməli, bunlar parlamentin qanunlarına aiddir. Daha sonra keçirik digər hissəyə. Vətəndaş müharibələri. Kral parlamentin statları ilə barışa bilmirdi. Parlamentin bir neçə deputatın həbs olunması haqqında göstəriş verdi. Lakin xalq parlamenti müdafiəyə qalxdığından kral deputatları həbs edilə bilmədi. Baş verən proseslər kral və parlament arasında gərginliyi artırdı. Nəticədə kral 1643-də parlamentdə müharibə etdi. Yəni bu parlamentin uzun müddətli parlamentin verdiyi və yuxarıda sadaladığımız qanunlar kral qəbullana bilmir və hətta parlamentin bir neçə demək deputatını həbs etmək istəyir, lakin bu xalqın narazılığına səbəb olur. Daha sonra da isə nəticədə də 1642-ci ildə parlamentə müharibə etmək qərarına gəlir kral. Deməli, bundan da nə edir? İngiltərədə birinci vətəndaş müharibəsi başlanır. Nə zaman? 1642-ci ildə kralın parlamentə müharibə elan etməsi ilə birinci vətəndaş müharibəsi başlamış olur. Müharibənin əvvəlində parlament üçün ordu olmadı. Parlament ordusu uzunmuzlulardan və könüllərdən ibarət idi. Parlament ordusu nədən ibarət? Muzlulardan və könüllərdən ibarət olduğuna, yəni daimi qoşun, belə deyək, nizam-intizamlı qoşun olmadığına görə parlament üçün uğurlu olmadı. Nizam-intizam zəif olan ordu hərbi təchizat baxımından da yaxşı təşkil olunmamışdı. Yəni müharibənin ilk dövrlərində parlament ordusu zəif idi. Səbəb də nədir? Muzlulardan təşkil olunması, könüllülər, nizam-intizamlı ordunun olmaması. Daha sonra keçək digər hissə.
Aha. Orduya rəhbərlik edən Purtanlıların mötədil hissəsi daha çox xalqdan qorxduğu üçün kralı məğlub etməyə çalışmırdı. Bu mötədil hissədə nədir? Orta siyasi xəttin nümayəndələridir. Purtanlardan ibarət mötədil hissə var ki, mötədil də deməkdir? Burada yazılır orta siyasi xəttin nümayəndələridir. Xalqdan qorxduğu üçün kralı məğlub etməyə çalışmırdı. Yəni belə deyək, kralla mübarizə tam iradə ilə mübarizə aparmaq istəmirdilər. Biraz çəkinirdilər kralla mübarizəyə. Kralla barışmağa meyilli olan bu qüvvələr onunla danışıqlara başladı. Demək, bunlar nə istəyirdi? Kralla barışmaq istəyirdi və bu qüvvələr onunla danışıqlara başladı. Purtanların kral ordusunda buraxılmasını və kilsə islahatlarının keçirilməsini tələb edirdi. Demək, Purtanlar nə istəyirdi? Kral ordusunun buraxılmasını bu vətəndaş müharibəsi dövründə və kilsə islahatının keçirilməsini tələb edirdi. Lakin kral həmin tələbləri qəbul etmədi. Əhalinin köməyi ilə müharibənin gedişində dönüş yarandı. Əhalinin köməyi ilə nə olur? Müharibənin gedişində dönüş yarandı. Parlament ordusu hərbi işi yaxşı bilən Oliver Cromwell başçılıq edirdi. O xalqın köməyi ilə mütəqəyyəti hərbi cəhətdən məğlub etmək istəyirdi. Ona görə də Cromwell kəndlilərdən və sənətkarlardan ibarət yeni qoşun hissələri yaratmağa başladı. Nə edir? Oliver Cromwell parlament ordusuna rəhbərlik edirdi və o nə edir? Kəndlilərdən və sənətkarlardan ibarət yeni qoşun hissəsi yaratmağa başlayır. Demək, nə edir? Kəndlilərdən və sənətkarlardan ibarət yeni qoşun hissəsi yaradır. 1645-ci ildə hərbi islahat haqqında qanun qəbul olunmuşdu. Nə vaxt qanun qəbul olundu? 1645-ci ildə. Nə zaman hərbi islahat haqqında qanun 1645-ci ildə vətəndaş müharibəsi dövründə əsas ümumi rəhbərlik vahid maliyyə sistemi olan yeni tipli ordu yaradıldı. Demək, nə olur? Ümumi rəhbərliyi olan vahid maliyyə sistemi olan yeni tipli ordu yaradıldı. Demək, vahid maliyyə sistemi və ümumi rəhbərliyi olan, yəni körtəbii şəkildə mübarizə aparmayan ordu hissələrindən fərqli olaraq vahid şəkildə birləşmiş bir ordu və maliyyə sistemi olan yeni tipli ordu yaradıldı. Könüllülük prinsipi əsasında təşkil olunan orduda əsgərlərin sayı qısa müddətdə 70.000-ə çatdı. Bu addımla tezliklə öz bəhrəsini verdi. Neyzbi döyüşündə parlament ordusu qalib gəldi. Demək, 1645-ci ildə Neyzbi döyüşündə nə olur? Parlament ordusu qalib gəlir. Bunun da əsas səbəbi nə idi? Ordu islahatının həyata keçirilməsi olur ki, bu ordu islahatı nəticəsində Neyzbi döyüşündə parlament ordusu kral ordusunu məğlub edir. 1646-cı ilin yayında 1-ci Çarlıq Şotlandiyaya qaçdı. Demək, nə odur? 1646-cı ilin yazında, demək, yayında 1646-cı ildə Çarlıq Şotlandiyaya qaçdı. Lakin Şotlandiya böyük məbləğdə pul alaraq onu parlamentə təslim etdi. Daha sonra nə edir? Şotlandiya onu pul qarşılığında parlamentə təslim etmiş olur. Daha sonra baxılır. Demək, parlament qalib gəldikdən sonra bəzi addımlar atdı. Müzakirə edilən məsələlərdən biri aqrar məsələ ilə bağlı idi. Yəni parlament qalib gəldikdən sonra aqrar məsələ ilə bağlı demək, bir çox addımlar atır və əsas müzakirə aqrar məsələ olur. Müharibənin başlamasından sonra parlament ruhanilərin və kralın və kral tərəfdarlarının torpaqlarının müsaadilə olunması haqqında qərar qəbul edir. Demək, müharibə başlanandan sonra 1642-ci ildən sonra kralın, ruhanilərin, yəni demək, mütləqiyyəti mühafizəkarlığı belə deyək, mütləqiyyəti müdafiə edənlərin torpaqları nə edilir? Müsaadilə edilməyə başlanır və bunun haqqında qərar qəbul edir. Kim? Parlament qərar qəbul edir. Müsaadilə edilmiş torpaqlar böyük sahələri satışa çıxarıldı. Bu torpaqların əsasən burjuaziya və ordunun zabitləri aldı. Demək, bu kral tərəfdarlarının torpaqları satışa çıxarılır və bu satışa çıxarılan torpaqlarda kim alır? Burjuaziya və ordu zabitləri bu torpaqları alırlar. Daha sonra baxırıq. Demək, kəndlilər torpağa görə zədəganlardan asılılığı saxlanıldı. Saxlanıldı və torpaq kəndlilərin mülkiyyətinə çevrilmədi. Torpaq məsələsi bir tərəfli qaydada burjuaziyanın və yeni zədəganların xeyrinə həll edirdi. Burada yenə də, yəni bu kəndlilərin xeyrinə heç bir addım atılmır. Bu demək, parlament dövründə də və parlamentdə də deməli kəndlilər kimdən asılılığa düşür? Zədəganlardan asılılığa saxlanılır. Zədəganlar asılılıq vəziyyətinə düşür. Torpaqlar kəndlərin mülkiyyətinə çevrilmədi. Torpaq məsələsi bir tərəfli qaydada burjuaziyanın və yeni zədəganların xeyrinə həll edildi. Torpaq məsələsi kimin xeyrinə həll olunur? Burjuaziya və yeni zədəganların xeyrinə həll edilir. Kəndlilərin narazılığı heç bir nəticəyə göstərməmiş olur. Səfərləmələr rəsmi şəkildə icazə verildi.
Bu dövrdə də nə icazə verilir? Çəpərləmələrə rəsmi şəkildə icazə verilir. Bu vətəndaş müharibəsi dövründə. Parlamentin maliyyə siyasəti də xalqın manevrinə ziddidir. Borcları qaytarmaq üçün parlament əhalidən alınan vergilərini artırırsa da, xarici ölkələrdən şirkətlərin hüquqları toxunulmadı. Çünki parlament həmin şirkətləri maliyyələşdirdi. Parlamentdə kim maliyyələşdirildi? Həmin şirkətlər, xarici şirkətlər maliyyələşdirdiyinə görə onların hüquqlarına toxunmadı. Yəni onlarla bağlı vergilərin artırılması olmur. Yalnız aşağı təbəqənin, belə deyək, kəndlilərin vergiləri artırılır. Bu da maliyyə siyasətində xalqın mənafeyinə zidd olur. Karar parlamentin üstünlüyü ilə barışa bilmirdi. Buna görə 1648-ci Şotlandiyanın köməyi ilə parlamentə qarşı yeni müharibəyə başladı. Lakin müharibədə məğlubiyyətə nəticələndi. Demək, ikinci bu vətəndaş müharibəsində də 1648-ci ildə də elə başlayır, o həmin ildə də bitir və bunda da Şotlandiyanın köməyi ilə arxalansa da kral, lakin nə olur? Məğlub olur, məğlubiyyətə düçar olur nəticəsində, müharibənin nəticəsində. Daha sonra xalqın tələbi ilə kral məhkəməyə verildi və 1649-da məhkəmənin qərarı edam olundu. Demək, nə zaman edam olundu? 1649-cu ildə. 1649-cu ildə deməli nə edilir? Kral deməli Charles edam edilmiş olur. Kral hakimiyyəti məhkəməsinin qərarı edam olundu və kral hakimiyyəti və Lordlar Palatası ləğv olundu. Demək, kral hakimiyyəti və Lordlar Palatası ləğv edilir. Nə zaman ləğv edilir? 1649-cu ildə kralın edam edilməsindən sonra deməli Charles edam edilir. Bundan da birinci Charles kral hakimiyyəti ləğv olunması və Stuartlar sülaləsinin birinci dövrü başa çatır. Bundan da 1603-də Stuartlar sülaləsi hakimiyyətə gəlmişdi. 1649-cu ildə birinci dövrü başa çatır kralın edamı ilə. Bundan sonra İngiltərə Respublika elan olunur. Nə zaman? 1649-da İngiltərə Respublika elan olunur. 53-ə kimi İngiltərə Respublika yəni Respublika dövrü mövcud olur. Respublika İngiltərə Respublikasının bir paratarı parlament idarə edirdi. Demək, İngiltərə Respublikası necə idi? Bir paratarlı idi. Necə idi? Bir paratarı parlament idarə edirdi. Ali qanunverici hakimiyyəti parlamentə, burada Respublika dövründə qanunverici hakimiyyət kimə məxsusdur? Parlamentdə icra hakimiyyəti isə Dövlət Şurasına məxsusdur. Demək, icra hakimiyyəti Dövlət Şurasına məxsus idi. Nə zaman? Respublika dövründə. İcra hakimiyyəti yadımızda saxlayaraq kimə məxsusdur? Yəni icra edən, qanunları icra edən Dövlət Şurasına aid idi, məxsus idi. Qanunverici, yəni qanunlar hazırlanan isə Respublika parlamentə aid idi. Hər iki qurumda burjuaziya və yeni zədəganlar üstünlük təşkil edirdi. Həm parlamentdə, həm Dövlət Şurasında demək burjuaziya və yeni zədəganlar üstünlük təşkil edirdi. Respublikanın daxili və xarici siyasəti bu təbəqələrin maraqlarına xidmət edirdi. Yeni zədəgan və burjuaziyanın. Hökumətin həyata keçirdiyi iqtisadi tədbirlər nəticəsində burjuaziyanın və yeni zədəganların iqtisadi imkanları artdı. Ölkəyə yun və ipək parçalarının gətirilməsi qadağan edildi. Nə olunur? Bunu yadımızda saxlayın. Yun və ipək parçalarının gətirilməsi qadağan edilir. İngiltərəyə və onun müstəmləkələrinə məhsullar İngiltərə gəmilərində gətirilməli idi. Deməli, nə edir? İngiltərə gəmilərində onun müstəmləkələrinə məhsullar gətirilir. Bu da qanun Hollandiyaya qarşı yönəlmişdi. Hansı qanun Hollandiyaya qarşı yönəlmişdi? Bu İngiltərənin və onun müstəmləkələrinə məhsulların İngilis gəmilərində gətirilməsi. O dövrdə Holland gəmiləri daha yaxşı inkişaf etmişdi. Bunun qarşısını almaqdan ötəri, demək Hollandiya gəmilərinin, Hollandiya demək sənayesinin İngiltərə təsirinin qarşısını almaqdan ötəri İngiltərə bu Hollandiya gəmilərindən imtina edir, yəni gətirilməsindən imtina edir. Demək, İngiltərə Hollandiyaya geri qalırdı və xarici ticarətdə onun gəmilərindən geniş istifadə edirdi. Demək, İngiltərə Hollandiyadan geri qalırdı və bunun qarşısını almaqdan ötəri bu tədbirləri görür və xarici ticarətdə onun gəmilərindən geniş istifadə edilirdi. İngiltərə hökuməti ticarət müstəmləkə rəqabətində qalib gəlmək üçün güclü donanma yaratmağa başladı. Demək, nə edir? Güclü donanma yaratmağa başlayır. Nədə? Ticarət müstəmləkə rəqabətində qalib gəlmək üçün. İngiltərə Respublikanın iqtisadi nailiyyətləri onun beynəlxalq nüfuzunu artırmasına kömək etdi. Demək, İngiltərə Respublikanın iqtisadi nailiyyətləri onun beynəlxalq nüfuzunun artmasına kömək etdi.
Belə ki, İspaniya və Fransa onun müstəqilliyini tanımış, Hollanda və Portuqaliya ilə aparan müharibəyə qalib gəlmişdi. Demək, Respublika dövründə yadımızda saxlayırıq. İspaniya və Fransa onun müstəqilliyini tanıyır. Demək, Respublika dövründə İspaniya, Fransa onun müstəqilliyini tanıyır. Hollanda və Portuqaliya ilə aparılan müharibələrdə qalib gəlir. Kimlə müharibə aparır desək, Respublika dövründə Hollandiya və Portuqaliya ilə və qalib gəlir. Yadımızda saxlayırıq. Hollandiya və Portuqaliya ilə aparılan müharibələrdə qalib gəlir. İspaniya və Fransa isə onun müstəqilliyini tanımış olur. Bu dövlətləri qarışdırmırıq və yadımızda saxlayırıq. Onların üstünlüyünü qəbul edirlər. Cromwell başda olmaqla İngiltərə ordusu İrlandiyada hərbi əməliyyatlar aparır. Demək, Cromwell başda olmaqla İngilis ordusu harda əməliyyatlar aparır? İrlandiyada. Demək, İrlandiyada hərbi əməliyyatlar aparır bu Respublika dövründə. Kral tərəfdarları əhalisi katolik olan İrlandiyanın imkanlarından istifadə edirdi. İngiltərənin məqsədi İrlandiyanı işğal etmək və orada kapitalizmin inkişafına şərait yaratmaq idi. İngiltərənin əsas məqsədi nə idi? İrlandiyanı işğal etmək. Demək, İrlandiyanı işğal etmək və orada kapitalizmin inkişafına şərait yaratmaq. Demək, məqsədi nə idi? Cromwell Respublika dövründə İrlandiya ilə müharibə aparır. Demək, İrlandiya ilə müharibə aparır. Bu Respublika dövründə hansı ölkələrlə müharibə aparır? İrlandiya ilə müharibə aparır. Hollandiya və Portuqaliya ilə. Bunu yadımızda saxlayın. Demək, Hollandiya və Portuqaliya yuxarıda qeyd olunur. Aparılan müharibələrdə qalib gəlir. Həmçinin Cromwell İrlandiyanı da işğal etmək istəyirdi və İrlandiya ilə də müharibə aparmış olur. Daha sonra keçək digər hissəyə. Deməli, İrlandiya ilə müharibə nəticəsində İrlandiyanın işğalı burjuaziya və yenicəli gələn daha da varlanmasına imkan yaratdı. Nə edir? İrlandiya işğal olunur və İngiltərə ordusu tədricən İnqilab ordusundan işğalçı orduya çevrildi. İngiltərə ordusu İrlandiyanı eyni vaxtda Şotlandiyada tabe etdi. Demək, Respublika dövründə İngiltərə həm İrlandiyayı, həm də Şotlandiyayı da tabe etmiş olur. Demək, İrlandiya işğal edilir, Şotlandiya da tabe edilir. Belə çıxır ki, Respublika dövründə həm İrlandiya, həm də Şotlandiya tabe edilmiş olur. Bununla yanaşı Hollandiya və demək Portuqaliya ilə də müharibələr aparır. Bu Respublika dövründədir. Yadımızda saxlayırıq. Keçək digər hissə. 17-ci yüzilin 50-ci illərində İngiltərə əhalisi Respublikaya olan inamını tamamilə itirmişdi. Respublikanın siyasəti xalqın mənafeyinə zidd idi. Ticarətin zəifləməsi və sənayedəki durğunluq işsizliyin sayının artırılmasına səbəb olmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı azalmış, ərzaq məhsullarının qiyməti artmışdı. Ordunun saxlanması üçün xərclər çoxalmışdı. Yəni müharibələr apardıqca ordunun saxlanması üçün xərclər çoxalır. Həmçinin İngiltərənin bu Respublikanın apardığı daxili siyasət demək olar ki, uğursuz olur və bunun nəticəsində nədir? Xalqın maraqlarına, mənafeyini müdafiə etmirdi. Ticarətin zəifləməsinə, sonra ərzaq qiymətlərinin artmasına, ərzaq məhsullarının qiymətlərinin artması bu Respublikaya qarşı xalqın etimadını azaldır, inamını demək itirməsinə səbəb olur bu proseslər. Nə zaman 17-ci yüzilliyin 50-ci illərində Rus protektorluğu 1653-cü ordunun rəhbərliyi ilə parlament arasında ziddiyyətlər kəskinləşdi. Uzun müddətli parlament ölkədə tam hakimiyyətə iddia etdiyinə görə seçkilər qeyri-müəyyən müddətə təxirə salınmışdı. Ordunun rəhbərliyi ilə silahlı qüvvələr möhkəmləndirilməklə hakimiyyətini qorumaq niyyətində idi. Demək, ordunun rəhbərliyi ilə nə etmək istəyirdi? Silahlı qüvvələrlə parlament özünü qüvvətləndirmək istəyirdi. Yəni islahat keçirilməyini, belə deyək, qeyri-müəyyən, məsələn, seçkilərin keçirilməsini qeyri-müddətə təxirə salır. Bir növ özünü mühafizəkar şəkildə kral hakimiyyətini necə aparırdı, onun kimi aparmağa başlayır və bunun nəticəsində nəyə səbəb olur? Bu uzun müddətli parlamentdə ölkədəki ziddiyyətlərinə gətirib çıxardır. Daha sonra da deməli bu hissəm qaldı. Deməli, hissə bitdi. Düzdür. Deməli, ölkədə ali hakimiyyət parlamentə məxsus olduğundan əhali ona baş verən hadisələrin əsas günahkarı sayıldı. Yəni bu yuxarıda sadalıqlarımızın əsas günahkarı
yəni kimi sayırdılar? Parlamenti sayırdılar və baş verən hadisələrə əsas günahkar sayıldı. Kromvel vəziyyətdən istifadə edərək uzunmüddətli parlamenti ləğv etdi. Yəni bu əhalinin parlamentə qarşı etimadsızlığından, inamsızlığından istifadə edərək, demək Kromvel uzunmüddətli parlamenti ləğv etdi. Kromvel onun tərəfdarları hərbi diktatura yeganə etibarlı hakimiyyət forması hesab edirdi və 1653-cü ildə Lord Protektoru elan etdi. Nə etdi? 1653-cü ildə Lord Protektoru, yəni diktatura rejimi qurur. Müdafiəçi hami deməkdir. Ölkənin diktatura rejimi quruldu. Nə zaman olur? 1653-cü ildə uzun müddətli parlament buraxılır. Uzun müddətli parlament nə zaman çağırılmışdı? 1640-da. 53-cü ildə demək Kromvel buraxır həmin uzun müddətli parlamenti və yerinə nə yaranır? Lord Protektorluğu, yəni diktatura rejimi yaranır. Real hakimiyyət hərbi diktator Kromvelə məxsus idi. Kromvel də hərbi rəhbər idi. Yəni Respublika dövründə orduya rəhbərlik edirdi. O ölkənin generalların köməyi ilə idarə edirdi. Yəni ordunun köməyi ilə demək dövləti idarə etməyə başlayır. Diktatura rejimi hər cür narazılıqların qarşısını amansızlıqla alırdı. Yəni sərt qəddar rejim idi və hər cür narazılığı sərt şəkildə qarşısını alırdı. Ölkədə siyasi vəziyyət gərgin idi. Kəndlilər protektorun aqrar qanun vericiyindən narazı idi. Onlar verginin tənzimlənməsini, demək, aqrar qanundan narazı idi və verginin tənzimlənməsi və çəpərləmənin qadağan olunmasını tələb edirdi. Nəyi tələb edirdi? Çəpərləməli vergilərin tənzimlənməsini demək tələb edir. Əhali diktator rejimə qarşı mübarizə aparırdı. Stuartların bərpası İngiltərədə yaranmış vəziyyətin hökuməti narahat edirdi. Protektorat ölkədə sosial siyasi sabitliyi təmin edə bilmədi. Hakim idarələrin bir qismi monarxiyanın bərpasını vəziyyətin ən yaxşı çıxış yolu hesab edirdi. Bu Lord Protektorluğundan əhali bezmişdi və əhali nə istəyirdi? Yenidən kral hakimiyyətinin bərpasını, yəni bir qrup şəxs, hakim idarələr monarxiyanın bərpasını çıxış yolu kimi görürdülər. Ən yaxşı çıxış yolu kimi. Demək, ən yaxşı çıxış yolu kimi görürdülər. Stuartların bərpası ən yaxşı çıxış yolu kimi hesab edildilər və 1660-cı ildə fəaliyyətini başlayan parlament özünün iç qərarı ilə ikinci Charles Stuartı İngiltərə taxtına dəvət etdi və bunu da Stuart sülaləsi bərpa etdi. Demək, 1660-cı ildə parlament yenidən fəaliyyətə başlayır və ilk qərarda nə olur? Charles Stuartı İngiltərə taxtına dəvət edir. Yəni Stuartlar sülaləsi bərpa olunur. Nə zaman? 1660-cı ildə, 1649-cu ildə Stuartlar sülaləsi müvəqqəti olaraq ləğv olunur. 60-da da bərpa olunmuş olur. Yadımızda saxlayaq. İkinci Charles'ın bəyannamə ilə çıxış edərək bildirildi ki, inqilab iştirakçılarına bəraət veriləcək. Etiqad azadlığı inqilab dövründə ələ keçirilmiş. Demək, nə edir? Charles bəyannamə ilə çıxış edərək nə bildirir? İnqilab iştirakçılarına bəraət verəcək. İnqilab iştirakçılarına bəraət, etiqad azadlığı, yəni bütün dinlərin etiqadının bərabər tutur, etiqad azadlığı qəbul edir. Bir də inqilab dövründə ələ keçirilmiş demək torpaqların toxunulmazlığını təmin edəcəkdir. Lakin kralın verdiyi vədlərə əməl etmədi. 1685-ci ildə ikinci Charles öldü və onun yerinə ikinci James Stuart kral oldu. O ölkənin katolik mütləqiyyət rejimi yaratmaq istəyirdi. Kim istəyirdi? İkinci James. İkinci James nə etmək istəyirdi? Ölkədə katolik mütləqiyyət rejimi. Yəni katoliklik dini mütləqiyyət, xristian dininin, katolik xristian dininə aiddir. Yəni belə dini mütləqiyyət yaratmaq istəyirdi. Lakin İngiltərədə daha mütləqiyyətdə və katolikliyin sosial bazası yox idi. Burjuaziya və yeni zadəganların mövqelərinin möhkəmlənməsi parlamentin siyasi müstəqilliyinin artmasını təmin etdi. Deməli, daha sonra parlament kralın mütləqiyyət bərpa etmək cəhdləri ilə barışmaq fikrində deyildi. Katolik həm ingilislərə yad idi, həm də İngiltərənin əsas rəqibləri olan İspaniya, Fransanın hakim dili idi. Yəni katoliklik İngiltərə yad bir din idi, çünki Anglikan idi. Bu katoliklik İngiltərəyə yad idi. Bu daha çox İspaniyanın, ən çox İspaniyanın, həm də Fransanın qismən deyə bilərik, hakim idi. Dinləri idi, əsas dini idi və bu İspaniya, Fransa da həmçinin nə idi? İngiltərənin rəqibləri idi. Torpaq sahibləri ehtiyat edirdilər ki, katolikliyin bərpası nəticəsində kilsə onların torpaqlarını geri istəyəcək. Əhali isə dini təqiblərin bərpası ehtimalını narahat edirdi.
2. Jamesin Katolikliyi Anglikan kilsəsindən yüksək vəzifələr təyin etməsi, demək katolikləri Anglikan kilsəsindən yüksək vəzifələr təyin etməsi yepiskopların bir qisminin müxalifətin tərəfinə keçməsinə səbəb oldu. Bu addım onu təcrid olunmuş vəziyyətə saldı. Demək, bunun nəticəsində nə olur? Şanlı inqilab baş vermiş olur. Jamesin katolikliyə üstünlük verməsi, bu da əhalinin narazılığına səbəb olur. Daha sonra da şanlı inqilaba səbəb olur. Əsas siyasi qüvvələr dövlət çevrilişi, demək, əsas siyasi qüvvələr dövlət çevrilişi həyata keçirmək qərarına gəldi. Onlar yeni vətəndaş müharibəsinin qarşısını almaq üçün Hollandiyalı Oranlı Vilhelmdən ordu ilə Londona gəlib hökuməti dəyişməyi və protestantlığı qorumağı xahiş etdi. 2. James kürəkəni olan Oranlı Vilhelm protestant və Fransanın düşməni idi. Demək, protestant və Fransanın düşmənidir. O parlament sərbəst fəaliyyətini təmin etməyə vəd etmişdi. Hakimiyyət dəyişikliyi dinç yolla həyata keçirilməsi İngilis tarixində şanlı inqilab adlanır. Demək, kralın bu katolikliyi üstün verməyi əhalinin buna narazılıq idi. Daha sonra isə onun kürəkənini Oranlı Vilhelmi dəvət edirlər ki, bu hakimiyyət dəyişikliyi həyata keçirsin. O da Londona gəlir və deməli hakimiyyət dəyişikliyi həyata keçirilir. Bu hakimiyyət dəyişikliyi də demək şanlı inqilab niyə adlanır? Çünki dinc şəraitdə əhalinin kütləvi şəkildə qırılması ya da əhali vətəndaş müharibəsi ilə nəticələnmir bu dəyişiklik və bunun nəticəsində İngiltərə tarixində şanlı inqilab baş verir və Oranlı Vilhelm hakimiyyətə gəlir və parlamentin sərbəst fəaliyyətini təmin etməyi vəd edir. Hakimiyyət dəyişikliyi dinç yolla başa çatmış olur Oranlı Vilhelmin Londona gəlişi ilə və bu nə edir? Bütün parlamentin sərbəst fəaliyyətini təmin edir. Daha sonra bu şanlı inqilabda 1688-ci ildə baş vermişdi. Yadımızda saxlayırıq. 1689-cu ildə İngiltərə parlamenti hüquqlar haqqında bil adlı qanun qəbul edir. Demək, hüquqlar haqqında bil nə zaman olur? 1689-da. Şanlı inqilab nə zaman olmuşdu? 1688-ci ildə. O qanun əsasən İngiltərə parlamenti monarxiyaya çevrildi. Kral qanunlara veto qoymaq hüququnu itirdi və ölkə parlamentlə birlikdə idarə etməli oldu. Yəni parlament ölkənin bölünməsi, yəni hakimiyyətin bölünməsi baş verir və ölkəni kralla yanaşı parlamentdə eyni hüquqda idarə etməli olur və kralın veto qoyma hüququ, məsələn, qanunlara veto qoyma hüququnu itirir. Bununla da İngiltərə parlamenti monarxiya idarə etmə forması bərqərar olur. Nə zaman olur bunlar? 1689-cu ildə, yəni 1688 şanlı inqilabın nəticəsində olan hadisələrdir ki, 1689-da hüquqlar haqqında bil adlı qanun qəbul olunur və bu qanunla da bu qeyd etdiklərimiz hadisələri baş vermiş olur. Bili Anglo-Saks hüquqlar sisteminə qəbul etmiş ölkələrin hökumətin və parlamentin üzvünün kəşf etdiyi qanun layihəsi idi. Bu da hardadır? Bu da qeyd edilir. 1707-ci ildə İngiltərə və Şotlandiya parlamentləri Birləşmiş Krallıq yaratmaq barədə qərar qəbul etdi. Bundan sonra dövlət Böyük Britaniya adlanır. Demək, İngiltərə Böyük Britaniya adlanması nə zamandır? 1707-ci ildə Şotlandiya ilə İngiltərənin birləşməsi nəticəsində, Birləşmiş Krallıq yaratması nəticəsində qərardan sonra 1707-ci ildə Böyük Britaniya adlanmağa başlayır. Demək, nə zaman olur? 1707-ci ildə İngiltərə Şotlandiya parlamenti Birləşmiş Krallıq yaratmaq barəsində qərar qəbul etdikdən sonra. Daha sonra inqilabın nəticələri. İnqilab nəticəsində İngiltərə müvəqqəti zəiflədi. Stuartların hakimiyyəti müvəqqəti oldu və ölkədə baş vermiş dəyişikliklərin hamısını ləğv edə bilmədi. Deməli, inqilab nəticəsində Stuartların hakimiyyəti müvəqqəti olur. Daha sonra 1688-də hakim idarələr tərəfindən çevriliş asanlıqla həyata keçirilməsi ölkədə müvəqqətin zəifləməsi ilə bilavasitə bağlı idi. İnqilab nəticəsində ölkədə kapitalizm inkişafı sürətləndi. Demək, bu şanlı inqilabı deyil, yəni 1688-də baş verməsini qeyd edir. Və burada şanlı inqilabda həm də nəyə səbəb olur? Kapitalizmin inkişafını sürətləndirən
hadisələrdən biri hesab edilir. İnqilabın nəticəsində kapitalizmin inkişafı sürətləndi, yadımızda saxladıq. İnqilab və 1688-ci çevrilişin nəticəsində burjuaziya və yeni zədəganların siyasi hakimiyyəti ələ keçirməsi, aqrar çevrilişin baş verməsi, dövlətin iqtisadi və vergi siyasəti, müstəmləkə işğalları, ticarət və sənayeyə dövlətin himayədarlığı ölkədə kapitalizmin inkişafını sürətləndirən səbəb oldu. Demək, aqrar çevrilişin baş verməsi, dövlətin iqtisadi və vergi siyasətinə nəzarət, müstəmləkə işğalları, ticarət və sənayeyə himayədarlığı, sənayeyə əsasında himayədarlığı, dövlət tərəfindən himayə olunması. Bu nədir? Kapitalizmin inkişafını sürətləndirən səbəb oldu. Bunu yadımızda saxlayaq. Vergi siyasətidir, sənayeyə dövlətin himayədarlığıdır. Bunu xüsusilə yadımızda saxlayırıq. Bu amillər ölkədə kapitalizmin inkişafını sürətləndirir. Aqrar çevrilişdən təsərrüfatımız əməkdən istifadə olunması ilə bağlı kapitalizm münasibətlərinin keçiddir. Aqrar çevrilişləri ilə bağlı kənd təsərrüfatında muzlu əməkdən tətbiqi aqrar çevriliş adlanır ki, bu aqrar çevrilişdə nəyə səbəb olur? Kapitalizmin sürətlə inkişafına səbəb olur. Bunu da yadımızda saxlamış olduq. Daha sonra keçirik digər hissəyə. Bu hissə. Demək, aqrar çevriliş nəticəsində iri torpaq sahibliyi genişləndi, möhkəmləndirildi. Lordlar öz torpaqlarının böyük sahələrini icarəyə verdilər. Deməli, lordlar da qeyd edilib, formalaşan iri torpaq mülkiyyətçiləri idi. Yəni, kapitalist dövründə, kapitalist münasibətlər dövründə iri torpaq mülkiyyətçiləri idi bu lordlar və öz torpaqlarının böyük sahələrini icarəyə verirdilər. Sahələrlə icarəyə verilir torpaq, icarə edənsə yeni zədəganlar və burjuaziya nümayəndələri idi. Bu torpaq sahibləri idi. Bu torpaq sahiblərində torpağını icarəyə götürənlər zədəganlar idi, yeni zədəganlar və burjuaziya nümayəndələri. Onlar da öz təsərrüfatlarında muzlu əməkdən, yeni texnika və səmərəli əkinçilik üsullarından istifadə edirdilər. Bu yeni zədəganlarda bu icarəyə götürülük torpaqlarda demək nə istifadə edilir? Səmərəli əkinçilik üsullarından, yeni texnikalardan, muzlu əməkdən tətbiq edirdilər. Bu lendlordlar da iri torpaq mülkiyyətçiləri idi. Bunu da yadımızda saxlayırıq. Bunun torpaqlarında zədəganlar və burjuaziya icarəyə götürüldü. İngiltərənin həm inqilab, həm də ilkin kapital yığımı nəticəsində sənaye inkişafı üçün əlverişli şərait yaranmışdı. Sənaye məhsulları istehsal edən manufakturalar sayı artdı. Demək, bu manufakturaların sayı sürətlə artır. Kapitalizm münasibətlərinin inkişafı ölkədə daxili bazarın formalaşmasına kömək edirdi. Yeni yolların çəkilməsi və çaylardan istifadənin genişlənməsi ticarətin inkişafı üçün təkan yaratır. Kapitalizm münasibətlərinin inkişafı nəyə? Sənaye ölkənin inkişafına təkan verdi. Yeni yolların çəkilməsi, çaylardan geniş istifadə ticarətin inkişafı üçün imkan yaratdı. Ticarətin inkişafı üçün imkan yaratmış oldu. Daha sonra manufakturaların təşkilində ticarət kapital əsas rol oynayırdı. Xaricilər ölkəyə böyük mənfəət gətirirdi. İxrac coğrafiyası dəyişmişdi. İngiltərədə Avropa ölkələrindən ixrac olunan məhsulun miqdarı azalmış, müstəmləkələrin göndərilen məhsulun miqdarı artmışdı. Qul ticarətindən İngiltərənin gəliri xüsusilə böyük idi. Nə idi? Qul ticarətindən gəlir böyükdür. Avropa ölkələrindən ixrac olunan məhsulun miqdarı azalmış. Avropa ölkələrindən ixrac olunan, yəni Avropa ölkələrindən gələn məhsulun miqdarı azalmış, müstəmləkəyə göndərilən məhsulun miqdarı artmışdı. Müstəmləkəyə göndərilən məhsulun miqdarı artmışdı. Yəni gəliri xüsusilə böyük idi. Qul ticarətindən, xarici ticarətdə qul alverindən və müstəmləkələrdən əldə edilən vəsait sənayeyə sərf edilirdi. Demək, xarici ticarətdə bu qul alverindən, həm də işğalçılıqda da belə deyək, müstəmləkəçilik siyasətindən əldə edilən gəlir nəyə sərf olunur? Sənayeyə. Məsələn, ölkənin sənayesinin inkişafına təkan verilir. Qul ticarətindən gələn gəlir sərf olunurdu. Həm də müstəmləkələrdən əldə edilən vəsait buna sərf olunurdu. Dövlət sahibkarlara böyük məbləğdə kredit verirdi. Dövlət sahibkarlara nə edirdi? Kredit verildi. Bu da sahibkarlığın inkişafına təkan verirdi. İngiltərədə maarifçilik 18-ci yüzildə İngiltərədə üçüncü səviyyə cəhətlərindən biri də maarifçilik idi. İstehsalın və ticarətin mədəniyyətçiliyin inkişafı üçün elmi biliklər tələb olunurdu. İstehsalın, ticarətin və dənizçiliyin inkişafı üçün elmi biliklər tələb olunurdu. 18-ci İngiltərə üçün səviyyəvi cəhəti İngiltərə maarifçiliyi inqilabdan sonra formalaşmışdı. Məsələn, İngiltərədə nədir? Maarifçilik inqilabdan sonra formalaşmışdı. Fransada inqilabdan əvvəldir.
Amma İngiltərədə inqilabdan sonra formalaşır maarifçilik. Burada maarifçilik mütədil xarakter daşıyırdı, yəni orta xarakter daşıyırdı. Kilsəni və feodal qaydalarını sərt tənqid etmirdi. Yəni nə edirdi? Bunlar kilsə və feodal qaydalarını sərt tənqid etmirdi. Fransa maarifçiliyi kilsə və feodal qaydalarını sərt tənqid etmirdi. Fransada tənqid edir, amma İngiltərədə kilsə və feodal qaydaları sərt tənqid edilmirdi. Kim maarifçilik bunu tənqid etmirdi. Onların siyasi baxışları İngiltərənin dövlət quruluşunu barət qazandırmağa yönəlmişdi. İngiltərə maarifçilik ideyaların yayılması ölkənin iqtisadi inkişafının sürətlənməsi ilə eyni dövrə təsadüf etmişdi. Sənaye çevrilişinə baxırıq. Digər isə 18-ci yüzilin ikinci yarısında İngiltərədə kapitalist münasibətlərin inkişafı sürətləndi. Demək, kapitalist münasibətlərin sürətləndi. Nə zaman? 18-ci yüzilin ikinci yarısında sənaye məhsullarının əksəriyyəti manufakturalarda istehsal edilirdi. Harda istifadə olunurdu? Manufakturalarda istehsal edilirdi. Lakin ölkədə sənaye məhsullarının tələbatı artmışdı. Sənaye çevrilişi əl əməyinə əsaslanan manufakturalardan iri maşınlı sənaye istehsalına keçidlə ifadə olunan texnik, iqtisadi, sosial siyasi dəyişikliklər idi. Bunu manufaktura əvvəldə qeyd etdim. Əl əməyinə əsaslanan demək müəssisələr idi ki, bu əl əməyinə əsaslanan müəssisələrdə də məhsul istehsalı az olurdu. Bunun nəticəsində məsələn yeni şəhərlər sanında əhalinin artması nəticəsində daha çox sənaye məhsullarına ehtiyac yaranırdı ki, bu manufakturlar bunun tələbatı ödəyə bilmirdi. Bunun nəticəsində istehsaldan keçidlə məsələn iri maşınlı sənaye istehsalına keçid baş verir ki, bu tələbatı ödəməməklə bağlı. Bunun nəticəsində sənaye çevrilişi baş verir ki, iri nədir? Zavod, fabriklərə keçid baş verir. Əl əməyinə əsaslanan manufakturalardan iri maşınlı sənaye istehsalına keçid baş vermiş olur ki, bu da sənaye çevrilişi adlandırılır. Daha sonra başqa ölkələrdə İngiltərə məhsullarının tələbatı böyük idi. Manufaktura isə məhsulun istehsal əməyin əsaslandığı üçün həmin tələbatı ödəmirdi. Sənaye öz inkişafına yeni mərhələyə keçməli oldu. Bayaqlar qeyd etdim. Manufaktura əməyin əsaslandığından tələbatı ödəyə bilmirdi. Daha çox məhsul istehsal etmək lazım idi. Daha çox məhsul məsələn göndərmək lazım idi. Tələbat ödəməkdən ötürü İngiltərə məhsulları. Bunun üçün də zavod, fabrikə keçid, iri maşınlı zavod, fabrikə keçid baş verir ki, bu da sənaye çevrilişi adlandırılır. Burada da buxar maşını qeyd edilib. Daha sonra İngiltərə sənayenin daha da yüksək mərhələyə keçməsinə şərait yaranmışdı. Aqrar çevriliş nəticəsində sənaye müəssisələrində lazım olan işçi qüvvəsinin miqdarı artmışdı. İstehsal genişləndirmək üçün müəssisə sahiblərinin imkanı genişlənmişdi. Aqrar çevrilişinin başa çatmasında çəpərləmələrin rolu böyük idi. Aqrar çevrilişi kənd təsərrüfatında olan çevrilişdir ki, bunda demək başa çatmasında çəpərləmələrin rolu böyük idi. Dövlət iqtisadiyyatı himayədarlıq etdiyi üçün sahibkarlardan alınan vergilər azaltmışdı. Demək, dövlət nəyə himayədarlıq edir? İqtisadiyyata himayədarlıq etdiyi üçün sahibkarlardan alınan vergilər azaltmışdı. Həm də kredit verildi sahibkarlara. Müəssisə sahibləri və yeni zədəganlı sənayeyə böyük həvəslə kapital ayrıldı. Yəni dövlətin dəstəyi yüksək olduğundan yeni zədəganlı və sahibkarlar da buna belə deyək, kapital ayrıldı, böyük həvəslə kapital qoyuldu. Daxili bazarın genişlənməsi ölkədə məhsul istehsalının artması ilə bağlı idi. İngiltərə sənaye çevrilişi 18-ci yüzilin 60-cı illərində başlanmışdı. Demək, İngiltərə sənaye çevrilişi nə zaman başlayır? 18-ci yüzilliyin 60-cı illərində yadımızda saxladı. İstehsal sahələrinin əksəriyyətində maşın və texnikadan istifadə edilirdi. Sənaye çevrilişi əvvəlcə yüngül sənayedə başlandı. Demək, əvvəlcə harada başladı? Yüngül sənayedə. Yanımızda saxlarıq yüngül sənayedə. Buna səbəbi çünki bu sahədə maşın tətbiqi çox xərc tələb etmirdi və qısa müddətdə yüksək qazanc əldə edilirdi. Yəni yüngül sənayəyə daha ağır xərc qoymaq ehtiyacı yaranmırdı deyə. Burada sənayedə, yəni bu yüngül sənayedə çevriliş ilk olaraq burada başlayır və daha çox gəlir əldə etmək olurdu bu yüngül sənayedə. Yüngül sənayədə isə toxuculuq məhsulu, xüsusilə pambıq parça istehsalı daha sürətli artdı. Hindistandan ixrac edilən məhsulların rəqabətinə davam gətirilmək üçün toxuculuq texniki cəhətdən təkmilləşdirilməli idi. Beləliklə sənaye çevrilişi dünyada ilk dəfə İngiltərədə həyata keçirilmiş oldu. Nə olur? İngiltərədə sənaye çevrilişi ilk dəfə, dünyada sənaye çevrilişi ilk dəfə İngiltərədə həyata keçirilmiş olur. Deməli, bu qədər idi dərsin izahı. Dərsin izahı bu qədər oldu. Sağ olun.